Salam və vaxtınız xeyir dəyərli izləyicilər. Xoş gördüyünüz Azərbaycan Dil Ədəbiyyat həvəskarları. Mən Azərbaycan Dil Ədəbiyyat müəllimi Qabil Əsgərov, Azərbaycan Dil Ədəbiyyat Mərkəzində bu fənlərin tədrisi ilə məşğulam. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağam. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs üçün müəyyən qədər də olsa faydasını görmüş olacaq. Bu gün izah edəcəyim mövzu Azərbaycan dilinin orta məktəbdə tədris olunan ən böyük bölməsi adlandırdığımız qrammatikanın ikinci qolu sintaksis haqqında olacaq. Ümumiyyətlə biz qrammatikanın birinci bölümü, yəni birinci bölməsi morfologiya haqqında əvvəlki dərslərimizdə kifayət qədər məlumat vermişik. Morfologiya sözünün mənası morfos, forma, logos, elm, təlimdir. Əsas mövzusu nitq hissələridir. Sözlərin forması dəyişməsi qaydasını öyrənən dilçiliyin bir bölməsidir. Sintaksis sözünün mənası nədir? Yunan mənşəli sözdür, tərtib etmək, birləşmək deməkdir. Əsas mövzusu söz birləşmələri və cümlələrdir. Demək, qrammatika ikinci qolu olan sintaksisdə biz söz birləşmələri, cümlələri haqqında müəyyən qədər məlumat əldə etmiş olacaq. Ümumiyyətlə, söz birləşməsi nədir? İki və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə biz söz birləşməsi deyəcəyik. Ümumiyyətlə, bir də deyək, söz birləşməsi nədir? İki və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsi söz birləşməsi adlandırılır. Bəs istənilən iki dənə sözün birləşməsini biz söz birləşməsi adlandıra bilərikmi? Yəni, bu sualla biz qarşılaşanda buna əlbəttə ki, yox cavabını deyəcəyik. Yəni, istənilən iki dənə sözün birləşməsini biz söz birləşməsi adlandıra bilməliyik. Bəs söz birləşməsi olmağından ötürü hansı şərtlər belə deyək ki, daha nələr olmalı, belə deyək ki, söz birləşməsi olmağından ötürü mütləq şəkildə ən azından iki dənə əsas nitq hissəsi olmalıdır. Demək, söz birləşməsi nədir? İki və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Yəni, iki dənə söz olanda mütləq şəkildə iki dənə əsas nitq hissəsi olmalıdır. Demək, iki və daha artıq əsas nitq hissəsinin məna və qrammatik cəhətdən birləşməsinə biz söz birləşməsi deyəcəyik. Ümumiyyətlə, söz birləşmələri quruluşda iki cür olur. Bir var, tutaq ki, biz deyirik ki, məktəb həyəti, bir də deyək ki, məktəbin geniş həyəti. Söz birləşmələri quruluşda iki cür olacaq. Bir var sadə söz birləşməsi, bir də var mürəkkəb söz birləşməsi. Əgər iki dənə əsas nitq hissəsi verilirsə, bu olacaq sadə söz birləşməsi. Üç və daha artıq əsas nitq hissəsi olursa, bu da olacaq mürəkkəb söz birləşməsi. Demək, bizim qarşımıza çıxan suallarda ki, sadə söz birləşməsini seçin və ya da mürəkkəb söz birləşməsini seçin deyəndə, baxırıq da variantlara. Əgər iki dənə əsas nitq hissəsi olursa, bu olacaq sadə söz birləşməsi. Üç və daha artıq əsas nitq hissəmiz olacaqsa, bu birləşmələr mürəkkəb söz birləşməsi adlandırılır. Söz birləşməsinin quruluşuna nələr təsir eləmir? Söz birləşməsinin quruluşuna əgər köməkçi nitq hissələri, köməkçi nitq hissəsi, bir də ol, et, elə. Köməkçi feilləri bunlar quruluşa təsir göstərmir. Demək, söz birləşmələrinin quruluşuna nə təsir göstərməyəcək? Köməkçi nitq hissələridir. Ol, et, elə köməkçi feilləri söz birləşməsinin quruluşuna təsir göstərmir. Bunlar sanki elə bir qrammatik şəkilçi funksiyasındadır. Yəni, biz istənilən hər hansı bir sözə leksik şəkilçi artıranda düzəltmə sözü yaradırdıq. Burada da belə deyək ki, yəni qrammatik şəkilçinin düzəltmə sözü yaranmasında heç bir belə deyək ki, əhəmiyyəti yox idi. Amma bu da demək olar ki, eyni qaydadır. Yəni, köməkçi nitq hissələridir, ol, et, elə köməkçi feillər verilirsə, yəni bunlar söz birləşməsinin quruluşunda heç bir təsir olmur. Yəni, quruluşa təsir göstərməyən feillərdir. Hansılar? Köməkçi nitq hissələri, ol, et, elə köməkçi feilləri, bunlar quruluşa təsir göstərmir. Bundan başqa bir də qeyd edirəm, əgər iki dənə əsas nitq hissəsidirsə, bu sadə söz birləşməsidir. Üç və daha artıq əsas nitq hissəmiz varsa, bunlar da olacaq mürəkkəb söz birləşməsi. Söz birləşməsinin quruluşuna nə təsir göstərməyəcək? Köməkçi nitq hissələri, bir də ol, et, elə köməkçi feilləri söz birləşməsinin quruluşuna təsir göstərməyəcək. Əgər bunlar varsa, tutaq ki, deyirəm ki,
mənə tərəf. Tərəf sözü nədir burada? Yönlü haldaşlarına qoşmalı. Bunu silirik. Bundan başqa bir dənə əsas nitq hissəsi varsa, bu söz birləşməsi sayılmır. Tutaq ki, deyirəm ki, məktəbin həyətinə tərəf. Yəni, tərəf sözünü silirik. İki dənə əsas nitq hissəsi varsa, bu sadə söz birləşməsidir. Məktəbin geniş həyətinə tərəf. Burada yenə də tərəf sözünü silirik. Üç dənə əsas nitq hissəsi qalırsa, bunlar mürəkkəb söz birləşməsinə daxil olur. Söz birləşməsi ilə sözlər arasında, söz birləşməsi ilə cümlələr arasında müəyyən fərqlər olur. Əksər kitablarda bu haqda demək olar ki, məlumat verilmir. Ona görə bu haqda mən müəyyən məlumat vermək istəyərdim. İstənilən söz birləşməsi ilə sözlər arasında fərqi yoxdur. Baxın, tutaq ki, bir dənə söz birləşməsi deyək, məktəb dedik, həyəti və yaxud da deyirik, çay daşı. Bu söz birləşməsi götürdük. Söz birləşməsi ilə sözlər arasında bir dənə sadə söz götürürəm, dəniz, bir dənə düzəltmə söz götürdüm, dənizçi, bir dənə mürəkkəb söz götürdüm, aş, süzə. Demək, söz birləşməsi ilə sözlər arasında fərqi yoxdur. Ola bilər ki, söz birləşməsi ilə sadə söz, söz birləşməsi ilə düzəltmə söz, söz birləşməsi ilə mürəkkəb söz arasında oxşar fərqli xüsusiyyətlər var. Yəni, bu oxşar fərqli xüsusiyyətlər deyəndə biz nəyi qarışdırmayaq? Əksər hallarda söz birləşməsi ilə sadə düzəltmə sözünün oxşar xüsusiyyətləri eyni ola bilir. Söz birləşməsi ilə mürəkkəb sözün oxşar fərqli xüsusiyyətləri bu ayrı-ayrılıqda verilə bilir. Yəni, ümumi şəkildə necə yadımızda saxlayaq? Söz birləşməsi ilə sözlər arasında fərqi yoxdur. Quruluşda sadə, düzəltmə, mürəkkəb söz arasında oxşar xüsusiyyətlər nədir? İstər söz birləşmələri, istərsə də sözlər, hər ikisi adı bildirəcək. İstər söz birləşmələri, istərsə də mürəkkəb sözlər. Yəni, bu söz birləşməsindən üçün mürəkkəb sözün oxşar xüsusiyyətidir. İstər söz birləşməsi, istərsə də mürəkkəb sözlər, hər ikisi sözlərin birləşməsindən yaranır. Demək, söz birləşməsi ilə sözlər arasında oxşar xüsusiyyət deyəndə, söz birləşməsi ilə quruş və sadə düzəltmə sözü, ola bilər söz birləşməsi ilə quruş və mürəkkəb sözü oxşar fərqli xüsusiyyətlərdir. Biz ayrı-ayrı sadalayaq. Hansı oxşar xüsusiyyətlər var? İstər söz birləşmələri, istər sözlər, hər ikisi ad bildirir. Bu söz birləşməsində, belə deyək ki, sözlərin ümumi oxşar xüsusiyyətlərdir. Söz birləşməsindən mürəkkəb sözün oxşar xüsusiyyəti, hər ikisi sözlərin birləşməsindən yaranır. Fərqli xüsusiyyətlər nədir? Söz birləşməsi sözlərin birləşməsindən yaranır, sözlər səslərin birləşməsindən yaranır. Bundan başqa hansı fərq var? Söz ad bildirir, daş, söz birləşməsi həmin adı dəqiqləşdirir, çay daşı. Söz birləşməsi ilə mürəkkəb sözün iki dənə əsas fərqi var. Bu iki dənə əsas fərq nədən ibarətdir? Söz birləşməsində hər bir sözün öz vurğusu olur. Amma mürəkkəb sözlər bir vurğu altında deyil. Bundan başqa söz birləşmələrinin tərəflərinə ayrı-ayrı sual verə bilirik. Amma mürəkkəb sözün tərəflərinə ayrı-ayrı sual verə bilmirik. Demək, bir dəfə xatırladım. Söz birləşməsi ilə mürəkkəb sözün iki dənə əsas fərqi var. İki dənə əsas fərqi nədən ibarətdir? Söz birləşməsinin bəzən tərəflərinə ayrı-ayrı sual verə bilirik. Söz birləşməsinin hər bir sözünün ayrıca hər bir sözün öz vurğusu olur. Amma mürəkkəb sözlərin tərəflərinə ayrı-ayrı sual vermək olmur. Mürəkkəb sözlərdə hər bir sözün öz vurğusu. Mürəkkəb sözlər bir vurğu altında deyilir. Demək, biz söz birləşməsi ilə sözlər arasında oxşar fərqli xüsusiyyətləri dedik. İndi söz birləşməsi ilə cümlələr arasında hansı oxşar fərqli xüsusiyyətlər var? Söz birləşməsi dedik, məktəb həyəti. Bir də cümlə deyək, məktəb həyəti genişdir. Demək, söz birləşməsi ilə cümlələr arasında hansı oxşar və fərqli xüsusiyyətlər var? İstər söz birləşmələri, istərsə də cümlələr, hər ikisi sözlərin birləşməsindən yaranır. İstər söz birləşməsi, istərsə də cümlələrdə, hər ikisi də sözlər müəyyən sırayla düzülmüş olacaq.
Söz birləşməsi ilə cümlələr arasında hansı fərqli xüsusiyyətlər olacaq? Fərqli xüsusiyyətlər bundan ibarətdir ki, söz birləşməsində daha kiçik dil vahididir, cümlələr daha böyük dil vahididir. Söz birləşmələri cümlələrin tərkibinə daxil ola bilir, cümlələr söz birləşməsinin tərkibinə daxil ola bilmir. Cümlə bir sözdən ibarət ola bilir, söz birləşməsi bir sözdən ibarət ola bilmir. Ən əsası cümlədə intonasiya bitkinliyi olur, yəni cümlə bitmiş bir fikir ifadə edir, söz birləşməsi bitmiş bir fikir ifadə eləmir. Söz birləşməsinin iki tərəfi olacaq, aslı tərəf olacaq, əsas tərəf olacaq, birinci tərəf deyirik, bəzən buna ikinci tərəf deyirik və yaxud da tabi olan tərəf deyirik, tabi edən tərəf deyirik. Demək, söz birləşməsinin neçə tərəf olacaq? İki tərəf olur, aslı tərəf, əsas tərəf, birinci tərəf, ikinci tərəf və yaxud da tabi olan tərəf və yaxud da nə deyirik, tabi edən tərəf deyirik. Növbəti dərsdə, bu dərsin davamını inşallah növbəti dərslərimizdə izahını verəcəm. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs üçün müəyyən qədər də olsa faydasını görmüş olarıq. Diqqət